امشب خبر کنی تمام قبیله رو بر شانه میبرن. O dünyada görəcəyəm də. Can qulağına. Ürək qulağına. دیده به حیرت دوچار ما. Yazdım ki, Ərzət ağa ruhun şad olsun, ey Pəsəri Fatimə, düzdür getdin. Amma bizim uşaqların qalıbdır və intiqamını alacağıq. سلام رهبر شاهی، دوستتون داریم. دلمون تنگ شده برای شما. O cür ki gərək bizim vəzifəmiz idi, məxsusən bizim cavanlarımız şahid o ağa deyən vəzifə yerinə yetirəməmişik. Şərməndiyik. Biz اوقات آقا özün möhkəm göstərmişik dedik və ağa həmişə vardı və hər didarçı qismət olmur dedik, eybi yox, gələnin gedərik, eybi yox, gələnin gedərik. Axır didarları bu, didar با تبریزی‌لر idi ki qəbul 22 بهمن idi. Hər nə mənə fərahəm idi, vəli mən deyim ağa var da, eləyə biləm gələnin gedəm. Vəli bilmirdim ki bir gün qərar ki olmaya və qədrim bilmədim. Ol xəstə gözlərə bizlə danış, darıxmışıq. هنوز باورم نمیشه که اون از دنیا رفته. Bax bir dalınca Heysat yaza bilmədim. Heysat tapmıram ki, onun vəsfində yaza biləm. Heysat yazam. bir millət yetim sən ilə vida edir. بر اساس هماهنگی‌هایی که استانlar انجام tapdı. همزمان با تشییع رهبر شهید انقلابımız پویش نامه‌ای به رهبرم در استان آذربایجان شهر تبریز 3 نقطede انجام tapdı و نسبت به جمع‌آوری دلنوشته و نامه‌های مردم شریف تبریزimiz اقدام oldu. و همزمان انشالله الرحمن الرحیم sabah cümə namazı کل شهرستان‌های آذربایجان شرقیده نسبت به جمع‌آوری دلنوشته‌های مردم استان آذربایجان شرقی مجدداً اقدام olunacaqdır.